Sözlərinizdə sadiq olun ey insanlar. Allaha və Rasuluna verdiyiniz sözləri tutun. Siz səssiz qaldığınız üçün bugün batillər hakim olur. Siz səssiz qaldığınız üçün bugün şirk danışır, küfür danışır və bidət danışır. Susma ey müsəlmanlar. Münafiqlərin bəhanə gətirdikləri kimi evini bəhanə edirsən. Allahın dini üçün evlərini, ailələrini itirən, azadlıqlarını itirən neçə canlar, cənnət üçün ortaya bir şeylər qoyarkən sən nə ilə bu cənnəti qazanmaq istəyirsən? Səhər iş, axşam ev, yarı-yarımçıq qılınan namazlar cənnət üçün kifayət deyil. Sən sus, evin təhlükəyə girməsin. Bir digəri, ey Muhammed, hamı bilir ki, mən qadınlara qarşı zəifəm. İzin ver evdə qalın, məni fitnəyə düşürmə deyənin bir bənzərini deyir. Biri qadına qarşı zəifdir, biri çox əsəbidir, əsəbləşəndə şəriət falan gözünə görünmür, bir digəri evindən narahatdır. Bəs kim yardım edəcək Allah Azə və Cəllənin dininə? 3-5 müsəlmanla bir araya gəlməkdən qorxan müsəlman. Zikir məclisinə, Allahın dinini öyrənməyə, müsəlmanların dərdləri ilə dərdlənməyə dəvət edildikdə, Allahın ayətinə tabi olaraq, Rasulullahın vəsiyyətini oyaraq, Allahın ipinə hamılıqla sarılıb cəmaat olmağa çağırıldığın zaman üz döndərirsən. Bu isə Allahdan çox qeyrilərindən qorxmaq deyilmi? Bu Allahı itirməkdən çox digər dünyalıqları itirməkdən qorxmaq. Onları sevgidə Allahın və Rasulunun önünə keçirmək deyilmi? Əgər deyilsə, cavablarınızı eşitmək istəyərəm. Danışması, yazması, hərəkət etməsi gərəkən yerlərdə susanlar, fitnə çıxartmağa gəldikdə isə bir an belə susmurlar. Tağutların önündə susanlar, müşriklərin önündə susanlar, zalimlərin önündə lal olanlar, müsəlmanların dəvətlərinin qarşısına gəldikləri zaman dillərini bir an belə cilovlanmırlar. O məsələlər ki, onlar o məsələlərə əhil deyirlər. O məsələlər ki, həmin məsələlərdə ümmətin ixtilafı var. Və yaxud da o məsələlər ki, möminlərlə bidətçilərin və ya müəyyən məsələdə şirkə düşənlərin arası o məsələlərlə ayrılıb, onu bayraq edib sağda solda yaymaqla bir an belə tənbəllik eləmirlər. Bugün elə insanlar böyük məsələlərdən ictihad edib fətva verirlər ki, elmdən azacıq bir payı olan insan onlara baxsa deyər ki, vay bu ümmətin halına. Lakin din bilgisi, usul, qayda, bu bilgilər olmadan girişilməsi mümkün olmayan məsələlərdən üzündən Quran oxuya bilməyən, usuldan xəbəri olmayan insanlar fətva verirlər. İcmanın nə olduğunu bilməyənlər icma nəql edirlər. Əzbərdən bir hədisi belə sonuna qədər danışa bilməyənlər bu hədis zəifdir, o hədis səhihdir deyib mühəddislik edirlər. Allah'a sığınıram. Bəs zikr məclislərinə çağırdığımız zaman qorxurdunuz. Vaxtınız yox idi, problemləriniz çox idi. Necə olur ki, onlardan qorxduğunuz qədər Allah Azə və Cəllədən qorxmadınız? Allahın dinindən elmsiz danışmağa bu qədər cürətkar oldu. Dünən dilsiz şeytan idiniz, bugün niyə danışan şeytan olmağa qərar verdiniz? Allahdan qorxun. Allahdan qorxun və ey bu cür fitnələrə oyuncaq olanlar, susun ki, dininizdən ümmət salamat qalsın. Hərəmiz bir dərdimizi irəli sürüb, məndən başqa yoxdurmu? Başqaları çalışsın mı deyək? Dünya müsəlmanın zaten zindanıdır. Və yaşadığımız müddətcə bu problemlər heç vaxt bitməyəcək. Allah sənə yardıma çağırdığı zaman, bəhanəni irəli sürdüyün zaman bil ki, sən Allahı çağıracağın zaman, o zaman da sən unudulacaqsın. Və bil ki, tarix boyunca bu dini yardımsız qoyub haqq üzərə sabit qalan heç bir kəs olmamış. İnnəlhəmdəlillah, nəhməduhu və nəstəinuhu və nəstəğfiruh. ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهدي الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا
يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم فمن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهادي هادي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها كل محدثة بدعة كل بدعة دلالة وكل دلالة في النار. Xutbama Allah Azze ve Celle'nin izniyle İmam Şafii Rahimahullah'ın bir sözüyle başlamak istəyirəm. Deyir ki, Şeyh Rahimahullah, əli qələm tutan bu davanı yazsın. Xitabəti, yəni natiqlik qabiliyyəti güclü olan bu dava haqqında danışsın. Hər kəs bir şeylər etsin, amma əsla səssiz qalmasın. Çünki səssizlik öldürür. Allah sənə rəhmət etsin ey imam. Bəs dəyərli müsəlmanlar, bu səssizlik necə öldürür? Bu səssizlik nələri öldürür bilirikmi? Haqq ayaqlar altına alındığı zaman səssiz qalmaq qəlbdəki təqvanı öldürür. Şirkə qarşı, küfrə qarşı səssiz qalmaq insanın qəlbindəki imanı öldürür. Haqqı bilə-bilə anlatmamaq, susmaq isə qəlbi öldürür, qardaşlar. Haqqı bilib susanlar dilsiz şeytanlar deyilmi? Və sizlər şəhadət kəlməsini söylədiyiniz zaman Allah Azze ve Celle'ye söz verdiniz. Və dediniz ki, Ya Rəbb, biz sənin tövhidinin yeryüzündəki şahidləriyik. Və dedik ki, olduğumuz hər yerdə şahidlik edəcəyik ki, səndən başqasına ibadət edilməz. Səndən başqa ibadətə layiq olan heç bir haqq məbud yoxdur. Və biz söz verdik ki, həyatımızın bütün sahələrində hökm vermək yalnızca sənin haqqındır. Çünki bizi sən yaratdın, çünki bizi sən rızıqlandırdın, çünki bizi sən qorudun. Və bütün bunları bəxş edən sən ikən, necə səndən başqasına dua edək? Necə səndən başqasına təvəkkül edək? Necə səndən başqasından qorxaq? Və necə səndən başqasına ibadət edək? Sənin haqqını necə səndən başqasına verək? Əks halda müşriklərdən, zalimlardan olarıq. Biz dəyərli müsəlmanlar, Allah Azze ve Celle'ye onun dininə yardım edəcəyimizə dair söz verdik. Necə ki, Quran-ı Kerimdə Allah Azze ve Celle bizə İsa Aleyhisselamın həvarilərini örnək olaraq göstərir və ayətdə Allah Azze ve Celle bütün möminlərə xitab eləyərək deyir ki, Ya eyyuhəllezine amenu kunu ensarallah. Ey iman gətirənlər, Allahın ənsarları olun. Yəni Allahın yardımçıları olun. Bu ayətdə Allah Azze ve Celle ümumi olaraq bütün iman gətirənlərə xitab edir. Yəni istər qadın olsun, istər kişi olsun, kimliyindən asılı olmayaraq özünü iman əhli sanan, özünü imana nisbət edən hər kəsə Allah Azze ve Celle bu əmri yönəldir. Və sonra bizdən əvvəlkiləri misal gətirərək deyir ki, Kəmə qalə İsa ibn Məryəmə lil havariyin. İsa ibn Məryəm necə ki deyir, havarilərə dedi ki, Mən ənsarillah. Kimdir Allahın ənsarları? Kimdir Allahın yardımçıları? Qaləl havariyun. Havarilər dedilər ki, Nəhnu ənsarullah. Bizik Allahın köməkçiləri. Bu da eyni zamanda onu göstərir ki, bizlər Muhammed sallallahu aleyhi və səlləm, yəni Allahın Rasulü olduğuna şahidlik edərkən, tövhidin ikinci bir qolu olaraq, hansı ki, La ilahə illallah Muhammedun Rasullahla tamamlanır. Biz buna şahidlik edərək, havarilərin Məryəm oğlu İsa'ya söz verdiyi kimi, sahabələrin Peyğəmbər sallallahu aleyhi və səlləmə beyət etdiyi kimi, Peyğəmbər sallallahu aleyhi və səlləmə beyət etmiş olduq. Və dedik ki, bizik Allahın köməkçiləri. Dedik ki, ey Allahın Rasulü, bizik bu dində Allah Azze ve Celle'nin və sənin köməkçilərin. Peyğəmbərlərin varisləri olan alimlər bu ümmətin halını bizlərdən daha yaxşı analiz edənlərdir. Və İmam Şafii Rahimahullah'ın sözü də qələmlə, dillə və nə ilə bacarırsınızsa onunla bu dinin yardımına tələsin anlamındadır. Və çünki bu böyük alim bilir ki, Allaha və Rasuluna verilən söz ancaq bu cür tutula bilər. Əks halda öldürür sözündən qəsdi də qəlbin, dinin və imanın yox olması mənasındadır. Sözlərinizdə sadiq olun ey insanlar. Allaha və Rasuluna verdiyiniz sözləri tutun. Siz səssiz qaldığınız üçün bugün batillər hakim olur.
Siz səssiz qaldığınız üçün bugün şirk danışır, küfür danışır və bidət danışır. Əksinə isə əvəzində Quran susur. Quran susduqca da musiqilər danışır. Quran susur, oğrular hökm verir. Və Quran susur, tağutlar hökm kəsir. Susmağımızın bəhanəsi nədir bəs? Susmağa nəyi bəhanə gətirirsən ey müsəlman? Susmağının bəhanəsi olaraq ailəm üçün qorxuram ey Allahın Rasulü sözüdürsə, dön bir arxana bax. Ailən sən sustuğun üçün hər an təhlükə altındadır. Uşağını kafir etmək üçün məktəblərə dartırlar. Oğlunu müşrik etmək üçün hərbi xidmətə çağırırlar. Və qızını, zövcəni iffətsiz etmək üçün qulağına hər gün sən azadsan, yaşasın feminizm deyə bağırırlar. Ailəm üçün narahatam deyib bəhanə gətirərkən siyərə bir göz at. Uhuda çıxarkən ordunun 1/3 özü ilə geri aparan Ubey bin Salulun sözlərinin eynisini demiş olmursanmı? Onlar da Uhuddan geri dönmələrinin, savaşa qatılmamalarının bəhanəsi olaraq evlərimiz qorumasızdır ey Allahın Rasulü deyərək ordudan ayrılaraq geri qayıtdılar. Hansı ki bu ümmətin hamısının bildiyi münafiq olan kəslərdir. Qəlblərində küfrü gizləyən, imanları olmayan kəslərdir və o kəslərdir ki onlar cəhənnəmin ən alt təbəqəsində olacaqlar. Hətta istəsən özünlə Ubey bin Səllu da bir müqayisə et. Rasulullah sallallahu aleyhi və səlləm Məscid-i Nəbəviyə girərkən həmin bu Ubey bin Səlul ayağa qalxardı, insanları Rasulullah sallallahu aleyhi və səlləmə yardıma təşviq edərdi. Peyğəmbərə ehtiram göstərərdi və sonra oturardı. Və hətta bəzi savaşlarda Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə savaşlara qatıldı. Qatılmadığı savaşlarda da malı ilə Peyğəmbər sallallahu aleyhi və səlləmə yardım etdi. Onun münafiqlərdən edən səbəb isə bu əməlləri qəlbdən istəyərək etməməsidir. İndi bir də özünə bax və düşün. Sənin heç Ubey bin Səlul qədər bu dində bir əməlin varmı? Allaha sığın və tövbə edərək ona yönəl. Susma ey müsəlmanlar. Münafiqlərin bəhanə gətirdikləri kimi evini bəhanə edirsən. Allahın dini üçün evlərini, ailələrini itirən, azadlıqlarını itirən neçə-neçə canlar, cənnət üçün ortaya bir şeylər qoyarkən sən nə ilə bu cənnəti qazanmaq istəyirsən? Səhər iş, axşam ev, yarı-yarımçıq qılınan namazlar cənnət üçün kifayət deyil. Sən sus, evin təhlükəyə girməsin. Bir digəri, ey Muhammed, hamı bilir ki, mən qadınlara qarşı zəifəm. İzin ver evdə qalım, məni fitnəyə düşürmə deyənin bir bənzərini deyir. Biri qadına qarşı zəifdir, biri çox əsəbidir, əsəbləşəndə şəriət falan gözünə görünmür, bir digəri evindən narahatdır. Bəs kim yardım edəcək Allah Azə və Cəllənin dininə? Soruşuram sizdən, problemi olmayan bir insan tanıyırsınızmı? Birimizin belini bükən borçları var, bir digərimiz kiraya pulunu ödəyə bilmir, birimizin ailəsi dağılıb, birimizi də tağutlar təhdid edir. Kimimizin zövcəsi, kimimizin övladı xəstədir. İndi nə edək qardaşlarım? Hərəmiz bir dərdimizi irəli sürüb, məndən başqa yoxdurmu? Başqaları çalışsınmı deyək? Dünya müsəlmanın zaten zindanıdır. Və yaşadığımız müddətcə bu problemlər heç vaxt bitməyəcək. Allah sənə yardıma çağırdığı zaman, bəhanəni irəli sürdüyün zaman bil ki, sən Allahı çağıracağın zaman, o zaman da sən unudulacaqsın. Və bil ki, tarix boyunca bu dini yardımsız qoyub haqq üzərə sabit qalan heç bir kəs olmamışdır. Dində sabit qalmağın yollarından ən başlıcası Allah Əzə və Cəllənin dinini qorumaqdır. Necə ki, Muhammed surəsində Allah Əzə və Cəllə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu in tansurullaha yansurkum. Ey iman gətirənlər, Allaha kömək edin, Allah da sizə kömək etsin. Və yuthabbit əqdəməkum və ayaqlarınızı sabit etsin. Deməli, ayaqlarımızın sabit qalmasının səbəbləri Allah Əzə və Cəllənin dininə yardım etməkdən keçir. Cənnət bu yolda fədakarlıq edənlərin yurdudur. Cənnət ortaya canını, malını, vaxtını, elmini, ailəsini qoyanların mükafatıdır. Yoxsa 24 saatın 8 saatını yatıb, 12 saatını dünya dalınca qaçıb, geri qalan 4 saatını da ailəsinə və dostlarına sərf edənlər üçün deyil. Diliniz nə danışırsa danışsın və iddianız nə olursa olsun, bilin ki, kim nə üçün çalışırsa, onun qazancı da o sahədə olacaq.
Aldadanlar isə ancaq özlərini aldadırlar. Bir də bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bugün kimdən soruşsaq ki, hal-hazırda yaşadığımız vaqiədə ən yaygın olan şirk hansıdır? Deyəcəklər ki, dua şirki və bir də hakimiyyət şirkidir. Yəni, ümumi olaraq doğru təsbitdir. Amma şablondur. Yəni, hamının ortaq danışdıqları şablon ifadələrdən başqa bir şey deyil. Hər kəs bir-birindən eşitdiyi şeyi danışır. Hakimiyyət şirkinin illətini öz diyarımızda analiz etsək görərik ki, əslində bu şirkin təməlində qorxu şirki dayanır. Özlərini demokratiyaya nisbət edənlər olsun, istər İslama nisbət edənlər olsun, istər də evlərindən tağutu inkar edirəm deyənlər olsun, bunların bu şirki işləmə səbəblərinin başında qorxu dayanır. Kimisi həbsdən qorxur, kimisi işini itirməkdən qorxur, kimisi zövcəsi üçün, övladı üçün qorxur. Kimisi də sevdiklərindən ayrı düşməkdən qorxur. Və bu qorxu batili haqqa tərcih etmələrinə səbəb olur. Əslində, haqqın hansı olduğunu hər kəs çox yaxşı bilir. Amma bilmək kifayət deyil. Bilirlər və susurlar. Çünki qorxurlar. Bilal radiyallahu kimi daşın altında işgəncə edilməkdən qorxurlar. Ammar bin Yasir kimi valideynlərini itirməkdən qorxurlar. Əbu Sələmə kimi zövcəsindən və övladından ayrı düşməkdən qorxurlar. Musab kimi, radiyallahu, zəngin valideynin mirasından məhrum olarlar deyə qorxurlar. Və bu qorxuya qalib gəlmədən cənnəti arzulamaq ancaq xəyalpərəstlərin arzularından başqa bir şey deyil. Yoxsa cılız bədəni 1.50-dən də balaca boyu ilə Kəbənin önündə Məkkənin baş tağutlarının önünə çıxıb Quran oxuyan Abdullah bin Məsuda haqsızlıq etmiş olarıq. Mədinənin əksər əhalisini İslama dəvət edən, anasının sərvət sahibi olmasına baxmayaraq, şəhid olanda üstünü tam örtməyə kəfən belə tapılmayan Musab radiyallahu haqsızlıq etmiş olarıq. Və qadınını bəhanə gətirənlər Hanzalanı tanımırlarmı? O Hanzala ki, mələklər onu qüsl etmişdi. Və toyunun səhərsi günü cihad çağrısına birdən gecikər deyə qüsul belə etmədən Rasulullah sallallahu aleyhi və səlləmin çağırışına qaçdı və şəhid oldu. Onun bir günlük gəlin olan zövcəsinin bizim zövcələrimizdən əksik yanı var idi mi? Əksinə, onun zövcəsi bizimkilərdən çox daha fəzilətli idi. Suheyb radiyallahu hicrət etmək istədikdə Məkkəlilər qabağını kəsdilər. Suheyb radiyallahu böyük bir sərvətə sahib olan sahabələrdən idi. Və dedilər ki, ey Suheyb, sən bu aparıb getmək istədiyin sərvətin hamısını Məkkədə, burada ticarət eləyərək qazanıbsan. İndi bütün bunları aparıb hara getmək istəyirsən? Suheyb radiyallahu gördü ki, hicrətinin qarşısındakı mane əlində olduğu həmin sərvətdir və dedi ki, bütün bunları sizə tərk edirəm, yetər ki, mənim yolumda durmuyor. Və bütün yığdığı, illər boyu yığdığı var dövlətini, sərvətini müşriklərə tərk etdi. Nə üçün? Allaha və Rasuluna qovuşmaq üçün. İndi isə sən ey müsəlman, cihad demirəm, hicrət də demirəm, 3-5 müsəlmanla bir araya gəlməkdən qorxan müsəlman, zikir məclisinə, Allahın dinini öyrənməyə, müsəlmanların dərdləri ilə dərdlənməyə dəvət edildikdə, Allahın ayətinə tabi olaraq, Rasulullahın vəsiyyətinə oyaraq, Allahın ipinə hamılıqla sarılıb cəmaat olmağa çağırıldığın zaman üz döndərirsən. Bu isə Allahdan çox qeyrilərindən qorxmaq deyilmi? Bu, Allahı itirməkdən çox digər dünyalıqları itirməkdən qorxmaq. Onları sevgidə Allahın və Rasulunun önünə keçirmək deyilmi? Əgər deyilsə, cavablarınızı eşitmək istəyərəm. Kimdəsə deyə bilər ki, bura darıl küfürdür. Biz məcburuq mu hansısa cəmaata qoşulmağa? Çox eşitdiyimiz ifadələrdəndir ki, darıl küfürdəyik, biz məcbur deyilik gedib kiməsə qoşulaq. Zaten bir xilafət yoxdur. Bu zaman bu sual sahiblərinə belə deyirik. Əgər Allahın dini üçün çalışan bir toplum varsa və onlar da sizi Allahın dininə sahib çıxmağa dəvət edirlərsə, bu dəvətdən üz döndərmək üçün deyə biləcəyiniz indi sayacağım bu bəhanələrdir. Baxaq, əgər bu bəhanələr varsa, üz döndərə bilərik. Deyə bilər ki, siz bidət əhlisiniz və bu səbəblə də sizinlə yolumuz ayrıdır. Keçərli bir səbəbdir.
Və yaxud da deyə bilər ki, sizin etiqadınızda şirk var, küfür var, aramızda din ayrılığı var. Bu da yenə keçərli səbəblərdəndir. Və ya siz bu işə əhil deyilsiniz. Biz sizdən daha təcrübəliyik, onsuz da bu dinin ucalması üçün planlı şəkildə çalışırıq. İstəsəniz, siz gəlib bizə qoşulun. Bu da yenə çox gözəl təklifdir. Yox, əgər bunlardan da heç birisi yoxdursa və sənin saydığın heç bir şey bu səbəblərin arasında deyilsə, o zaman İslamını gözdən keçir. Sən ya İslamın həqiqətindən cahil olan birisisən, ya da hər nəysə, hər kəs öz halını zaten daha yaxşı bilir. Əvvəldə adını çəkdiyimiz sahabələrin həyatlarını da əsas alaraq İslamı qısa şəkildə açıqlayacaq olsaq, İslam hər şeyi ilə Allah Əzə və Cəlləyə təslim olmaqdır. Malını, canını, ailəsini Allah Əzə və Cəlləyə həvalə etməkdir. Onsuz da bu saydıqlarımız Allahındır. Sən verməsən də Allah Əzə və Cəllə istədiyi vaxt onu almağa qadir olandır. İslam sevincli vaxtında da, kədərli vaxtında da, varlı olanda da, kasıb olanda da Rasulullah sallallahu aleyhi və səlləmin əmirlərinə tabi olmaqdır. İslam cəmaat olmaqdır. Qurandakı ayətləri oxuyun. Ayətlərin əksəriyyətinə baxsanız, Yə əyyuhənnəs, ey insanlar, Yə əyyuhəlləzinə əmənu, ey iman gətirənlər. Allah Əzə və Cəllə Quranda fərdlərə yox, toplumlara, cəmaatlara xitab edir. Toplum isə ya yoxdur, ya da susur. Danışması, yazması, hərəkət etməsi gərəkən yerlərdə susanlar, fitnə çıxartmağa gəldikdə isə bir an belə susmurlar. Tağutların önündə susanlar, müşriklərin önündə susanlar, zalimlərin önündə lal olanlar, müsəlmanların dəvətlərinin qarşısına gəldikləri zaman dillərini bir an belə cilovlanmırlar. O məsələlər ki, onlar o məsələlərə əhil deyirlər. O məsələlər ki, həmin məsələlərdə ümmətin ixtilafı var. Və yaxud da o məsələlər ki, möminlərlə bidətçilərin və ya müəyyən məsələdə şirkə düşənlərin arası o məsələlərlə ayrılıb, onu bayraq edib sağda solda yaymaqla bir an belə tənbəllik eləmirlər. Bugün elə insanlar böyük-böyük məsələlərdən ictihad edib fətva verirlər ki, elmdən azacıq bir payı olan insan onlara baxsa deyər ki, vay bu ümmətin halına. Əlhəmdülillah, dinin əsli olan məsələlərdə avam da olsa, alim də olsa, hər kəs mükəlləfdir. Yəni, dinin əslini hamı bilməlidir. Lakin din bilgisi, usul, qayda, bu bilgilər olmadan girişilməsi mümkün olmayan məsələlərdən üzündən Quran oxuya bilməyən, usuldan xəbəri olmayan insanlar fətva verirlər. İcmanın nə olduğunu bilməyənlər icma nəql edirlər. Əzbərdən bir hədisi belə sonuna qədər danışa bilməyənlər bu hədis zəifdir, o hədis səhihdir deyib mühəddislik edirlər. Allah'a sığınıram. Bəs zikr məclislərinə çağırdığımız zaman qorxurdunuz. Vaxtınız yox idi, problemləriniz çox idi. Necə olur ki, onlardan qorxduğunuz qədər Allah Əzə və Cəllədən qorxmadınız? Allahın dinindən elmsiz danışmağa bu qədər cürətkar olduq. Dünən dilsiz şeytan idiniz, bugün niyə danışan şeytan olmağa qərar verdiniz? Allahdan qorxun. Allahdan qorxun və ey bu cür fitnələrə oyuncaq olanlar, susun ki, dininizdən ümmət salamat qalsın. Sonda Allah Əzə və Cəllənin bir ayətini sizlərə xatırlatmaq istəyirəm. Ayətdə deyir ki, hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Allahın sizə olan nemətini xatırlayın ki, bir-birinizə düşmən idiniz, o sizin qəlblərinizi birləşdirdi. Və onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarındaykən, o sizi oradan xilas etdi. Allah öz ayətlərini beləcə bəyan edir ki, bəlkə doğru yola yönələsiniz. İmam İbn Cərir Ət-Təbəri təfsirində deyir ki, ayətdə zikr edilən Allahın ipi, yəni bu ipdən məqsəd Abdullah İbn Məsud və Şabiyə görə İslam topluluğudur. Yəni Allahın ipi dedikdə qəsd İslam cəmatıdır, İslam topluluğudur. Qatadə, Suddi, Mücahid, Ata və Abdullah bin Məsud və Əbu Səid Əl-Xudridən nəql edilən bir digər görüşə görə isə burada zikr edilən Allahın ipindən məqsəd Quran-ı Kərim və onda olan əmirlərdir. Və bu xüsusda Zeyd bin Ərkam Rasulullah sallallahu aleyhi və səlləmin belə buyurduğunu rəvayət edir.
Əziz və cəlil olan Allahın kitabı onu göydən yer üzünə doğru uzanan ipidir. Kim ona uyacaq olarsa doğru yolda olar. Kim də onu tərk edəcək olarsa sapıqlığa düşmüş olar. Ayətdə möminlərə ayrılığa düşməmələri əmr edilməkdədir. Və bu xüsusda Qatada belə deyir: Allah sizlərin ayrılığa düşməyinizi çirkin görmüş, sizi ondan çəkindirmiş və sizə onu qadağan etmişdir. Və buna qarşı Allah sizin dinləyib itaət etməyinizi, bir-birinizlə qaynaşmağınızı və bir cəmaat olmağınızı istəməkdədir. Sizlər də gücünüz yetdiyi qədər özünüz üçün Allahın razı olduğu halı seçin. Qüvvət ancaq Allaha aiddir. Və Ənəs bin Malik də Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Şübhəsiz ki, İsrail oğulları 71 firqəyə ayrılmışlar. Ümmətim isə 72 firqəyə ayrılacaq, onların hamısı cəhənnəm atəşində olacaq, sadəcə bir firqəsi qurtulacaq. O da cəmaat halında olan firqədir. Bu ayətdə Allah Teala kafirliyi bir cəhənnəm çuxuruna, kafirləri də o çuxurun kənarında olan, oraya düşməyə məhkum olanlara bənzətmişdir. İslamı isə o çuxura düşməyə əngəl olan səbəb olaraq vəsifləndirmişdir. Allah iman edənləri qurtaracaq, kafirlər isə layiq olduqları cəzaya çarpılacaqlar. Ayət, müsəlmanların birlik və bərabərlik içində olmaları lazım gəldiyini əmr etməkdə və parçalanmağı, fərqli qruplara bölünməyə qadağan etmişdir. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə deyir ki, məndən sonra fitnə və fəsad olacaqdır. Kimin cəmaatdan ayrıldığını və Muhammed ümmətinin işlərini qarışdırdığını görsəniz, onu öldürün. O şəxs kim olursa olsun. Çünki Allahın yardımı cəmaatla birlikdə olanlarladır. Cəmaatdan ayrılan isə şeytanla bərabər qaçar buyurmuşdur. Allah Azə və Cəllə bizləri haqq üzərə olan cəmaatlardan etsin. Allah Azə və Cəllə bizləri xeyir əhlindən etsin. Allah Azə və Cəllə bizləri cəmaat olub, əvvəlcə Allahın dininə sarılan, Allahın dininə yardım edən, sonra da dünyanın fərqli tərəflərində dağınıq şəkildə olan müsəlmanları birləşdirən, onların dərdləri ilə dərdlənən, onların dərdlərinə Allahın yardımı sayəsində bir faydası toxunan salih toplumlardan etsin. Və bir də son olaraq bir məsələyə toxunum ki, bugün kimlərsə etdikləri xətaları səbəbindən aramızdan uzaqlaşdırılmış ola bilər. Lakin bu o demək deyil ki, bu uzaqlaşdırılma onlara şeytanla birlikdə yol almağa əsas verməlidir. Yəni bizim etdiyimiz bütün bu şeylər islah üçündür və cəmaatın məsləhəti üçündür. Toplumu qorumaq üçündür. Onlara düşən isə onlar üçün biçilən bu cəzadan özlərinə dərs çıxartmaq və özlərini islah etməkdir. Yenidən geri dönmək üçün səy göstərmək və peşmançılıqlarını Allah Azə və Cəlləyə ərz edib tövbə etmək, pis hallarını da yaxşı hallarla dəyişdirməyə çalışmaqdır. Allah bütün müsəlmanları öz rəhməti sayəsində islah etsin. Allah Azə və Cəllə günahlarımızı bağışlasın. Allah Azə və Cəllə bizləri qurtuluşa qovuşan, Allah Azə və Cəllənin Firqətül Nəciyə adlandırdığı həmin o qurtulan firqədən olmağa bizləri müvəffəq etsin. Allah Azə və Cəllə bu bayram sevincini ailələrindən uzaq düşmələri səbəbi ilə tam olaraq yaşaya bilməyən, zindanlarda olan müsəlman qardaş və bacılarımıza da yardım etsin, onların sevincini tamamlasın, onları ailələrinə qovuştursun. Allah Azə və Cəllə dünyanın dörd bir yanında dilləri ilə, əlləri ilə, silahları ilə, nə ilə bacarırlarsa, onunla Allah Azə və Cəllənin tövhid davası ucalsın deyə cihad edən mücahidləri qorusun, onlara yardım etsin. Allah Azə və Cəllə onları da bu bayram sevincini gözəl şəkildə yaşamağa onlara müvəffəq etsin. Allah Azə və Cəllə yetim qalan müsəlmanların o qəlb buruqluqlarını sevinclə əvəz etsin, onlara yardım etsin. Onları müsəlmanlarla cəm olub, müsəlmanlarla bərabər şəkildə bayram sevincini yaşamağa Allah Azə və Cəllə onlara müvəffəq etsin. Allah günahlarımızı əfv etsin. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt, nəstəğfiruka və etûbu ileyk.